Vay, buna bax. Möhtəşəmdir. Bax, nə qədər kokatı. Bugün sənə limon, avokado, alma və bir çox başqa meyvə ağaclarını necə klonlamağı göstərəcəm. Bunun üçün sadə bir plastik butulka, perlit və demək olar ki, öz-özünə suvanılan bir sistem istifadə edəcəyik. Ən yaxşısı odur ki, bu demək olar ki, pulsuzdur və indi evdə edə bilərsən. Və bunun nə qədər asan olduğunu görəndə öz-özünə soruşacaqsan ki, niyə bunu əvvəllər sinamamısan? İndi dərhal başlayaq. İlk edəcəyimiz şey plastik bir butulka götürmək olacaq. Olsunun heç bir fərqi yoxdur. Mən bu butulkanı istifadə edəcəyəm, amma demək olar ki, istənilən birini istifadə edə bilərsən. İndi isə butulkanın dibindən təxminən 2,5 sm yuxarıda, yəni 1 düym məsafədə yan tərəfdən kiçik bir desik asacaq. Və diqqət et, çünki bu desik bütün sistemin əsas məqamlarından biridir. Və bunu belə edəcəyik. İndi butulkanın üst hissəsini kəsək. Mükəmməl olmasına ehtiyac yoxdur, çünki birazdan onu mini istixanamızı yaratmaq üçün istifadə edəcəyik. Əsas odur ki, onu saxlayacağam. Daha sonra kiçik bir pambik parçası qoyacağıq. Çox lazım deyil. Sadəcə istəyirik ki, perlitenin desikdən çıxmasının qarşısını alaq. Doldurarkən sənə bu materialı niyə bu qədər çox sevdiyimi izah etmək istəyirəm. Əksər stillər çox sadə bir səbəbdən uğursuz olur. Ya quruyurlar, ya da curuyurlar. Və perlita hər iki problemin qarşısını almağa çox kömək edir. Çünki həm nəmliyi saxlayır, həm də çoxlu hava keçməsinə imkan verir. Bax gör necə almır. Aşağı hissədə su anbarımız olacaq və elə onun üstündə perlita bir növ körpü kimi çıxış edəcək. Nəmliyi yavaş-yavaş yuxarıya daşıyacaq. Sadə dillə desək, su kapilyarlıq vasitəsilə özü-özünə yuxarı qalxacaq. Bu o deməkdir ki, stillərin ətrafında daim nəm olacaq və biz tez-tez suvarmağa ehtiyac qalmayacaq. İndi isə videonun əsas qəhrəmanlarına keçirik. Bu dəfə limon, avokado və alma ağacından bir stil istifadə edəcəyəm. Bu ucnovu ona görə seçmişəm ki, fərqli vəziyyətləri təmsil edirlər. Limon ağacı adətən yaxşı nəticə verir, alma ağacı biraz daha çətinləşir və avokado isə bir çox insanın çətin hesab etdiyi meyvə ağaclarındandır. Məhz buna görə onları birlikdə göstərməyi xoşlayıram. İlk olaraq təmiz bir kəsik etmək lazımdır. Heç bir qərbə seyitməyə ehtiyac yoxdur. Təmiz bir kəsik və yaxşı itilənmiş bir alət internetdə gördüyünüz bir çox fəndən daha vacibdir. Sonra aşağıdakı yarpaqları çıxaracağıq. Unutma ki, hələ kokslarımız yoxdur və bu ilk günlərdə bitkinin lazım olandan artıq su itirməsini istəmirik. İndi isə stilin dibini hazırlayacağıq. Mən kəsik yerinə biraz aloe vera birbaşa tətbiq edəcəyəm. Aloe vera tərkibində bu hissəni nəmli saxlayan təbii birləşmələr var və əlavə olaraq köklənmənin ilk mərhələlərində marağı ola biləcək maddələr də verir. Aloe vera qatını çəkdikdən sonra kəsik yerinə biraz uyudulmuş darçın əlavə edəcəyik. Bu şəkildə göbələklərə qarşı əlavə bir qoruma yaradırıq. Bu da xüsusilə bugün yaradacağımız kimi yüksək rütubətli mühitlərdə işləyərkən çox vacibdir. Bunu etdikdən sonra indi sistemi nəmləndirməyin vaxtıdır. Bunun ucun perliti sulayacağıq və butulkanın içində yaratdığımız alt hissəni su ilə dolduracağıq. Çox sadədir. Sadəcə suyu yavaş-yavaş əlavə edirik, ta ki əvvəlcə etdiyimiz yan dəlikdən su çıxmağa başlayana qədər. Və artıq sistemin içində kifayət qədər rütubət olduqda slamları yerləşdirməyin vaxtı çatır. Çox sadədir. Sadəcə slamları perlitanın içinə yavaşca batırırıq, ta ki slamın alt hissəsi əvvəl etdiyimiz yan dəliyin hündürlüyündə olsun. Onları çox dərinə bastırmağa ehtiyac yoxdur. Əsas odur ki, slamlar yaxşı bərkidilsin və perlita ilə kifayət qədər təmaslı olsunlar ki, kapilyar təsiri ilə yuxarı qalxan bütün rütubətdən faydalana bilsinlər. Yadında saxla, əvvəl kəsdiyimiz və mini istixana yaratmaq üçün istifadə edəcəyimiz butulkanın üst hissəsi var idi. Bax, onu bağlamazdan əvvəl çox vacib bir addım atacağıq. Çox sadə, ekoloji, sərfəli və olduqca effektiv olan təbii bir fungisid hazırlayacaq ki, bu da bizə ilk həftələrdə, adətən prosesin ən həssas dövründə göbələk yaranmasının qarşısını almağa kömək edəcək. Hazırlamaq üçün 1 litr su, yəni təxminən 1/4 qalon su və 1 cimdik uyudulmuş darçın istifadə edəcəyik. Darçını suya əlavə edib qarışığı yaxşıca qarışdırırıq. Sonra isə qarışığı
ya qəhvə filtri, ya da sadəcə incə bir parça ilə süzəcəyik. Bu addım vacibdir. Çünki qarışığı sprey sosiyesinə tökəcəyik və istəmirik ki, darçın qalıqları spreyin ağzını tıxasın. Süzdükdən sonra qarışığı sprey sisəsinə tokuruq və slamların üzərinə, həmçinin butulkanın iç tərəfinə yüngülcə püskürduruq. Hər şeyi islatmağa ehtiyac yoxdur. Sadəcə kok atma prosesi zamanı göbələk yaranmasının qarşısını maksimum dərəcədə almaq üçün qoruyucu bir qat yaratmaq istəyirik. Və indi bunu etdikdən sonra butulkanın us hissəsini yerləşdiririk. Us hissəni qoyduqdan sonra artıq sistemimiz tamamilə hazır və tam funksionaldır. İndi isə sadəcə onu uyğun bir yerə qoymaq lazımdır ki, slam növbəti həftələr ərzində ən yaxşı şəraitdə olsun. Ən idealı onu çoxlu isıq alan, amma həmişə dolayı isıq olan bir yerə qoymaqdır. Birbaşa günəş şüası düşməsini istəmirik. Çünki butulkanın içi həddindən artıq qızıma bilər və kok atma prosesinə zərər verə bilər. İndi bir anlıq təsəvvür et, mütəmadi olaraq etdiyimiz budamalardan nə qədər meyvə ağacı əldə edə bilərik. Əslində istifadə edə biləcəyimiz imkanlar həqiqətən təsir edicidir. Və indi isə gəlin sistemi necə saxlamaq lazım olduğunu görək. İndi isə baxaq baxımına, bu da yəqin ki, bu sistemin ən yaxşı hissələrindən biridir. Çünki olduqca sadədir. Hər 2-3 gündən bir butulkanın üst hissəsini açıb, əvvəlcədən hazırladığımız təbii darçın göbələk əleyhinə spreylə yüngülcə ciləyəcəyik. Slamları və ya perlitini islatmağa ehtiyac yoxdur. Sadəcə olaraq ilk həftələrdə göbələklərə qarşı kiçik bir qoruma saxlamaq istəyirik. Bu fürsətdən istifadə edib su anbarının səviyyəsini də yoxlayacağıq. Adətən hələ də su qalır, çünki sərfiyyat çox az olur. Amma görsək ki, su qurtarıb, sadəcə biraz da əlavə edirik. Ta ki, əvvəl başda etdiyimiz yan dəlikdən yenidən su çıxana qədər. O anda su əlavə etməyi dayandırırıq. Butulkanın üst hissəsini yenidən yerinə qoyuruq və hər şeyi əvvəlki kimi saxlayırıq. Vəssalam. Əslində, bu sistem böyük bir qulluq tələb etmir. Ən vacibi rütubəti qorumaq, birbaşa günəş işığından uzaq tutmaq və ən əsası səbirli olmaqdır. Və indi hamının gözlədiyi hissə gəlir. Görək bu həqiqətən işləyir ya yox. Artıq 5 həftə keçib və nəticələrə baxmağın vaxtıdır. Və səmimi desəm, bax, nə dəli bir şeydir. Bax, nə qədər kok əmələ gəlir. Təkcə bu deyil, həm də yeni tumurcuqlara bax, inkişaf etməyə başlayır. O, əla bir işarədir. Çünki bu, stampin düzgün uyğunlaşdığını və hər şeyin lazım olduğu kimi işlədiyini göstərir. Bu qədər qısa müddətdə nə qədər ağ və sağlam kök inkişaf etdirdiyinə bax. Və unutma ki, bütün bunlar sadə bir plastik butulka, perlit, su və biraz səbirlə başladı. Artıq bu qədər kökümüz olduqda, onu rahatlıqla bir dibcəyə köçürə bilərik ki, normal şəkildə boyumaya davam etsin. İndi isə çox istərdim ki, mənə hansı ölkədən izlədiyini və bu sistemi hansı bitki və ya meyvə ağacında sınayacağını yazasan. Əgər sənin kimi bitkiləri sevən birini tanıyırsansa, bu videonu onunla paylaş. Çünki əminəm ki, ona çox kömək edəcək. Və hələ də kanala abunə deyilsənsə, abunə ol və yaxşı bir like qoymağı unutma. Çünki bu kiçik jestlə bu məzmunun daha çox insana çatmasına və bu cür texnikaları dünyanın hər yerindən olan bağçılıq həvəskarları ilə paylaşmağa davam etməyimizə böyük kömək edirsən. Ona görə də bura qədər gəldiyin üçün çox sağ ol və növbəti videoda görüşərik.